Bunu əminliklə deyə bilərəm, hətta qarantisini də verə bilərəm, amma sübut edə bilmərəm heç bir zaman. Mən bilirəm ki, hamınızın evində hələ də köhnə ildən qalan yeməklər mövcuddur. Nə aş bitməyib, nə stalişni. Çünki biz xanımlar o qədər bişiririk, o qədər hazırlayırıq ki, bunları qutarmaq bilmir. Bizdə düyü büyünərmə qutardı, amma ki, qara qalıb, dolma qalıb, stalişni qalıb. İnşallah onlar da bugün bitər. Və başqa bir yemək bişirərəm. Artıq sıxılıram yeni şey yeməkdən. Yəni evdəkilər də istəmir. Uşağın qabağına qoysan, böyüyün qabağına qoysan, hamı ağız burun əyir ki, bu nədir? Bezdik bunu yeməkdə. Səhər, günorta, axşam stalişni dolma aş, stalişni dolma aş. Və qızlar, inanın ki, kunadan da çıxmaq olmur. Gələn gedən qabını, inan bir yekə bir bu şey qabla bir qab yumuşam, umvalniklə bir qab yumuşam, yerləşdirmişəm, təzədən ikincini yuyuram. Artıq bitsin, yəni həqiqətən bitsin, çünki mən də bitdim. Əminəm ki, sizdə də vəziyyət budur. Əgər sizin də evdə vəziyyət budursa, bu videonu bəyənib takib atmağı mütləq unutmayın. Deməli, işlətmədiyim qabları da artıq yerləşdirməyə başladım və burada günorta yeməyi qoyuram. Günorta yeməyinə stalişni və aşqarasıdır. Düyü qutarıqda aşqarasıma qalıb hələ də. Bunları da qoydum evə. Ağları da atmışam yuyulmağa. Burada artıq keçəcəm evə. Bizim balaca Miray da oturub stolda. Hələ onun stolda oturmağına baxın. Yekə qızlar kimi sanki yekələnib. Belə inşallah Allah hər kəsin süfrəsini bol ruzili etsin. Və qızlar, kimlər pul qazanmaq istəyirsə, kimlər işləyib maaş qazanmaq istəyirsə, qeydiyyat dərdi çəkmədən, qeydiyyat problemi yaşamadan, qeydiyyat gətirmək məcburiyyəti olmadan və uşaq pulu alaraq, vərəsəlik haqqı olaraq, yəni kimsə istəsə ki, bu işdən çıxmaq, qocalanda işləmək istəməsə, öz evladına vərəsə də qoya bilər bu işini. Bu haqlarla siz mənim əlaqə nömrəmə yazırsınız. Mən sizə işi ətraflı başa salıram. Burada ayda 50 manatlıq, 60 manatlıq, 100 manatlıq məhsul dövriyyələri yoxdur. Dediyim kimi qeydiyyat məcburiyyəti yoxdur. Siz sadəcə oturduğunuz yerdən pul qazanırsınız. Belə qızlar, bizə nuş olsun. Siz də göz haqqınızı halal eləyin. Bəyənib qayd etməyi unutmayın. Bu arada səsimə görə üzr istəyirəm. Xəstələnmişəm biraz. Səsim ona görə belə gələ bilər. Burnum tutulub çünki. Yeni ilin ilk günü mənə bu şəkildə gəldi. Amma inşallah sonraki günlərdə xeyirli açılar, xeyirli olar. Hələlik sizləri çox sevirəm. Dediyim kimi bəyənib qayd etməyi mütləq